Mövsümi depressiya nədir? Mövsümi depressiya depressiyanın alt tipidir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna, daha detallı desək, əhval-ruhiyyə pozuntular qrupuna daxil edilir. Ümumiyyətlə, psixiatrik xəstəliklərdə, psixiatrik pozuntularda mövsümi keçidlər böyük önəm daşıyır. Bəs görəsən, mövsümi depressiya necə başlayar? Mövsümi depressiya adından məlum olduğu kimi mövsümi xarakter daşıyır. Yəni, bu depressiya növü payız aylarının sonlarında, qış aylarının əvvəllərində başlayar və yaz aylarının sonlarında, yay aylarının əvvəllərində tamamlanar. Bəzən isə istisna hallarda yaz aylarının sonları, yay aylarının əvvəllərində başlayar və hər il və yaxud da ki, bir neçə ildən bir eyni mövsümlərdə təkrarlanar, bir neçə ay davam etmiş olar. Bəs görəsən, mövsümi depressiyanı hansı faktorlar tətikləyir, qıcıqlandırır? Mövsümi depressiyanın yaranması üçün payız və qış aylarının başlanması, havaların soyunması, havanın daha buludlu, tutqun, durğun olması, insanların evlərinə doğru çəkilməsi, günəş şüasının, günəş işığının az düşməsi, gecələrin uzanması, gündüzlərin qısalması, eyni ilə beyin qabığının günəş işığını qəbul edən mərkəzlərində həssaslığın azalması, stimullaşmanın zəifləməsi ilə əlaqədardır. Mövsümi depressiya patogenetik olaraq necə başlayar? Mövsümi depressiya zamanı beyin kimyasında neyrofizioloji və neyrokimyasal dəyişikliklər müşahidə edilir. Bu zaman sirkat ritm pozuntusu baş verir. Sirkat ritm ümumiyyətlə nə deməkdir? Sirkat ritm orqanizmin 24 saatlıq bioloji saatıdır. Yəni, gecə və gündüzün növbələşməsi ilə əlaqədar olaraq orqanizmdə bioloji proseslərin intensivliyində siklik dalğalanmalar müşahidə edilir. Gün ərzində saata görə orqanizmdə bir sıra funksiyaları icra edən hormonların tarazlığında, sintezində və ifrazında dəyişikliklər baş verir. Sırf mövsümi depressiya zamanı orqanizmdə melatonin və serotonin hormonunun tarazlığında, sintezində və ifrazında pozuntu yaranmış olur. Bu zaman serotonin hormonunun miqdarının artması, melatonin hormonunun miqdarının azalması və bunlar arasında olan tarazlığın pozulması fonunda patogenetik olaraq mövsümi depressiya yaranmış olur. Mövsümi depressiya daha çox gənc yaşlarda müşahidə edilir. Qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə edilməkdədir. Mövsümi depressiya kliniki əlamətlərinə nəzər yetirdikdə daha çox atipik depressiyanın kliniki əlamətlərini özündə ifadə edir. Biz bildiyimiz kimi depressiyanın iki növü vardır: tipik və atipik depressiya. Gəlin indi isə bunlara aydınlıq gətirək. Mövsümi depressiyanın kliniki əlamətləri zamanı atipik depressiyaya məxsus olan şəxsin enerji potensialı aşağı düşür. Biz buna avalyusiya deyirik. Şəxs hərəkətsiz vəziyyətdə olur. Şəxs bir yerdən qalxıb digər yerə keçə bilmir. Yatağından qalxa bilmir. Halı heyi olmur. Yorğun, əzgin, bitkin, halsız vəziyyətdə olur. Danışmağa belə halı heyi olmur. Bitkin olur, halsız olur, toplum yerlərdən qaçmağa meyilli olur, özgüvən əksikliyi yaranır, özünə inam hissi aşağı düşür. Eynilə bu şəxslərdə avalyusiya müşahidə olunur, zövq alması aşağı düşür, maraq dairəsi aşağı düşür. Şəxs əvvəllər zövq aldığı aktivitələrindən, əvvəllər zövq aldığı maraqlarından zövq ala bilmir. Yeməyin dadı tamı belə əvvəlki kimi ağzında dadmır. Şəxs əvvəllər hər hansısa bir geyimi aldıqda, alış-veriş etdikdə sevinirdi, marağı artırdı. Bu halda artıq onlarda heç bir maraq yaranmır. Özünə qapanmış olur, çökkün ruh halı olur, bitkin vəziyyətdə olur, daxili sıxıntı yaranır, qıcıqlılıq yaranır. Şəxs xırda qıcıqlara belə yüksək oyanıqlıqla cavab verir. Saatın əqrəbinin çıqqıltısı, suyun şırıltısı, kimsə yeriyərkən addımlarının səsi, kimsə yemək yeyərkən ağzının mırçıltısı və yaxud da ki, televizorun səsi, telefonun səsi onlara qıcıq yaradır. Məhz buna görə də bu şəxslər telefonlarını belə səssiz rejimdə istifadə edərlər. Şəxs belə bir ifadələr işlədir. Doktor, tıncıxıram, bir yerdə qərar tuta bilmirəm, narahatam, hövsələsiz və səbirsizəm söyləyir. Həmçinin mövsümi depressiya zamanı şəxsdə
aşırı dərəcədə yuxululuq olur. Bu yuxululuğun səbəbi isə gün ərzində şəxsin beyninə hər hansısa bir təhlükə olmadan öz yaxınlarının, ailə üzvlərinin, xüsusilə övladının başına hər hansısa bir bədbəxt və ya da pis hadisə gələcəyi qorxuları yaranmağa başlayır. Bu zaman şəxs gün ərzində həyəcanlı, gərgin, təşvişli, narahat, tədirgin vəziyyətdə olur. Gecə yatarkən belə, başını yastığına qoyarkən belə yuxuya keçə bilmir. Pasient söyləyir, doktor, beynim daim fikirlidir və ona görə də yata bilmirəm. Yatmaq istədikdə belə gec yuxuya keçir. Yuxuya keçdikdən sonra belə tez bir zamanda ayılır və səhərə yaxın mürgülənmə baş verdiyi üçün səhər oyanarkən yatağından qalxmaqda belə çətinlik çəkir və bunun fonunda gecə narahat yuxu yarandığı üçün səhər halsız, heysiz, bitkin vəziyyətdə olur. Bu zaman şəxs gün ərzində diqqətinin sürdürülməsində, diqqətinin davam etdirilməsində çətinlik çəkir. Diqqətini bir yerə cəmləməkdə, diqqətini bir yerə toplamaqda çətinlik çəkir. Nəticə etibarilə diqqət dağınıqlığı, diqqət defisiti, diqqət çatışmazlığı formalaşmış olur. Bununla yanaşı olaraq şəxslərdə akademik bacarığı aşağı düşür, anlama, qavrama, yadda saxlama problemləri yaranmış olur. Düşüncəsi zəifləyir. Bəzən pasiyentlər deyir, doktor, əşyanı harasa qoyuram, qayıdıb tapa bilmirəm. Unutqanlıq yaranmağa başlayır, yaddaş zəifliyi yaranır. Həmçinin şəxsdə perspektivaları aşağı düşür, nitqi zəifləyir, nitq pozulur, bəzən nitqi kəkəliyir, ləngiyir, yavaşıyır. Bəzi hallarda isə ümumiyyətlə danışmağa halı hey olmur. Həmçinin atipik depressiyanın kliniki əlaməti olaraq mövsümi depressiyada aşırı dərəcədə şəxs qidalanmağa meyilli olur. Şəxsdə doyma siqnalı yaranmır. Şəxs kalorili, karbohidratlı, şəkərli, yağlı yeməklərlə qidalanmağa meyilli olur. Şəxs nəticə etibarilə qısa müddət ərzində kilo almış olur. Bədən kütlə indeksi artır, metabolik pozuntular yaranmağa başlayır. Şəxsdə piylənmə yaranır, obez yaranmış olur. Bununla yanaşı olaraq şəxs ətraf mühitə, işinə, ailəsinə konsentrasiya olunmaqda, adaptasiya olunmaqda çətinlik çəkir. Əgər bu məktəblidirsə, məktəb yoldaşları ilə, tələbədirsə, tələbə yoldaşları ilə, işləyən insandırsa, iş yoldaşları ilə, ailədə ailə üzvləri ilə münaqişə və mübahisəyə meyilli olurlar və nəticə etibarilə ətraf tərəfindən səbirsiz, hövsələsiz insan kimi dəyərləndirilir. Bundan başqa həmçinin şəxslərdə cinsəl pozuntu yaranır. Qadınlarda estrogenin miqdarı aşağı düşür, prolaktin qalxır. Menstrual sikldə ləngimə, menstruasiyanın pozulması, bəzən ümumiyyətlə aylarla olmaması, süd vəzindən axıntının gəlməsi, hətta sonsuzluğa qədər gətirib çıxaran bir vəziyyət yaranır. Kişilərdə isə testosteronun miqdarı aşağı düşür. Kişilərdə cinsəl həvəssizlik, cinsəl istəksizlik yaranır. Bunun fonunda növbəti etaplarda artıq erkən boşalma, tez boşalma, sərtləşmə problemləri yaranmış olur. Həmçinin şəxsin üz ifadəsi dəyişir. Üzü vahiməli bir baxış alır. Alnında köndələn xətlər yaranır və ağız bucağı aşağı düşmüş olur. Göz alması bərəlir. Göz bəbəkləri genişlənir, rəngi avazıyır, üzü qızarır. Bununla yanaşı olaraq şəxsdə həmçinin fiziki əlamətlər, yəni bədənsəl əlamətlər müşahidə olunur. Şəxsin hissiyatı pozulur. Bədənində əsmə, tərləmə, titrəmə, tremor müşahidə edilir. Eyni zamanda soyuma, üşütmə, temperaturanın qalxması, istilik basma yaranır. Ətraflarında hissiyat pozulur. Yuxarı və aşağı ətraflarda uyuşma, keymə, iynə batırma, qarışqa gəzmə kimi hissiyat yaranmağa başlayır. Bütün bədən boyunca irradiasiya edən ağrılar yaranmağa başlayır. Ağrılar baş ağrıları, boyun ağrıları, kürək ağrıları, döş ağrıları ətraflarda yaranmış olur. Ağrılar bədən boyunca irradiasiya edir. Bəzən fibromiyalgiya ağrılarını xatırladır və bu ağrılar yanma, batma, sancma, göynəmə, dartma şəklində olmuş olur. Pasiyentimin dilindən deyiləcək sözləri deyəcəyim. Doktor, sanki bədənim sızıldayır. Bir yerdə qərar tuta bilmirəm. Narahatam. Uzanıram, bütün bədənim göynüyür. Həmçinin mövsümi depressiya zamanı bir sıra somatik şikayətlər yaranmağa başlayır. Şəxsin başı ağrıyır. Baş nahiyədə ağrılar, baş sıxılma, baş gicəllənmə, ürək bulanma, qusma kimi əlamətlər yaranır. Nəticə etibarilə bunun fonunda şəxs bayılacağını, huşunu itirəcəyini, yıxılacağını, kontrolunu itirəcəyini, dəli olacağını, düşüncəsini, şuurunu itirəcəyini, iflic olacağı, insult olacağını qorxuları yaranmağa başlayır. Bununla yanaşı olaraq ürək-damar sistemi tərəfindən dəyişiklik yaranır.
Bu halda bildiyimiz kimi simpatik sinir sisteminin fəaliyyəti artır, ürək vurğularının sayı artır, qan damarları daralır, qan təzyiqi qalxır, nəbz sürətlənir, ürək sürətli vurmağa başlayır, ürək çırpıntısı yaranır, şəxs söyləyir, doktor sanki ürəyim ağzımda döyünür, əsəbləşəndə ürəyimi ağzımda hiss eləyirəm, bu dəqiqə elə bil ürəyim ağzımdan çıxacaq deyə fikirlər, düşüncələr ifadə etmiş olurlar. Bunun fonunda şəxsin bədənində ağrılar yaranmağa başlayır. Ağrılar xüsusilə sol qola, sol kürəyə, sol çiyinə irradiasiya edir. Nəticədə şəxs infarkt olacağı qorxular yaranmağa başlayır. Bəzi hallarda isə davamlı qalxan arterial təzyiqin və ürək vurğularının olması şəxsdə gələcəkdə miokard infarkt təhlükəsinin yaranmasına səbəb ola bilər. Həmçinin şəxsin tənəffüs sistemi tərəfindən də dəyişikliklər yaranmağa başlayır. Bu zaman şəxs dərindən nəfəs alıb verməyə başlayır. Nəfəs alıb verdikcə sanki daha sürətli nəfəs alıb verməyə başlayır və bu zaman sürətli tənəffüs fonunda beyinə gedən oksigenin miqdarı artır və beyin təhlükəli bir vəziyyətin olduğunu düşünür və tənəffüs daha da sürətlənir. Şəxs dərindən nəfəs ala bilmir. Nəfəs alanda belə söyləyir, doktor sanki ağciyərlərimə hava çatmır və şəxs danışarkən daha tez-tez ah çəkməyə başlayır və pasiyentimin dilindən deyiləcək sözlər deyəcəyim. Doktor, sanki sinəmin üstündə bir qaya oturubdur, daş oturubdur. Dərindən nəfəs alıb verə bilmirəm. Nəfəs alanda belə ağciyərlərimə hava çatmır. Elə bil bu dəqiqə boğulacağam. Havam çatmır deyə ifadələr işlədir. Bundan başqa həmçinin mədə-bağırsaq sistemi tərəfindən də pozuntu yaranır. Şəxsin ağzında quruluq, boğazında sanki şişmə, udqunmada çətinlik yaranmağa başlayır. Məhz buna görə də şəxs qidalanarkən yanına bir stakan su qoyarlar. Yeməyi udduqda belə suyun vasitəsilə udarlar. Boğulacağı qorxuları yaranmağa başlayır. Mədə nahiyəsində ağrılar, qıcqırma, gəyirmə, mədədə yanma, mədə suyunun sanki ağza qayıtması, daim ağzın acı dadması, mədə və bağırsağın qıcıqlamış və irritabl vəziyyətdə fəaliyyət göstərməsi, bunun fonunda bəzən qəbizlik, bəzən isə ishal, yəni diareyanın baş verməsi, şəxsin tez-tez tualetə getməsi yaranır. Qarnı daim köpmüş, şiş vəziyyətdə olur. Sanki hamilə qadını xatırlatmış olur. Narahat olur. Qidalandıqdan sonra belə tez-tez tualetə gedərlər. Sadaladığım bu klinik əlamətlər əgər ki 2 həftənin üzərində davam edirsə, hər mövsümdə və yaxud da ki bir neçə mövsümdən bir təkrarlanırsa və bir neçə ay davam edirsə, şəxsin həyat keyfiyyətini aşağı salırsa, rutin həyatını pozursa, funksionallığını azaldırsa, əmək qabiliyyətini, iş qabiliyyətini aşağı salırsa, insanlarla olan münasibətinə mənfi təsir göstərirsə, artıq bu halda mövsümi depressiya diaqnozu təyin edirik. Mövsümi depressiyanın diferensial diaqnostikası. Mövsümi depressiya mövsümi xarakter daşıdığı üçün və daha çox tipik deyil, atipik depressiyanın klinik əlamətlərini ifadə etdiyi üçün, yəni sanki maskalanmış formada bir depressiyanı ifadə etdiyi üçün bəzən bunun diaqnozunu qoymaqda çətinlik çəkilir. Mövsümi depressiya daha çox bipolar affektiv pozuntu ilə diferensiyasiya edilməlidir. Bipolar affektiv pozuntunun da əsas 2 epizodu olur. Depressiv epizod və hipomaniya və maniya. Mövsümi depressiyada olduğu kimi bipolar affektiv pozuntunun da depressiv epizodu payız və qış aylarında başlayar. Lakin hipomaniya və maniya isə yaz aylarının sonları, yay aylarının əvvəlləri başlamış olar və şəxslərdə bu zaman enerjinin yüksəlməsi, coşma, danışmada və nitqdə sürətlənmə, hərəkə aktivliyin artması, həyat eşqinin, deyib gülməyin daha çox yaranması ilə müşahidə edilir. Mövsümi depressiyanın müalicəsi. Mövsümi depressiya digər depressiyalarla müqayisədə daha çətin müalicəyə tabe olur və mövsümi depressiyanın müalicəsində birinci psixoterapiya, ikinci fototerapiya, üçüncü farmakoterapiya, yəni dərman müalicəsi tətbiq edilir. Lakin antidepressantlara qarşı daha rezistent cavab vermiş olur. Yəni bəzən müalicəyə daha çətin tabe olmuş olur. Tövsiyə olaraq onu qeyd etmək istəyərdim. Əgər sizdə mövsümi depressiya varsa, yuxu rejiminizə riayət etməyiniz, idmanla məşğul olmağınız, eyni zamanda zərərli vərdişlərdən uzaq olmağınız, siqaret, alkoqol, narkotik vasitələrdən uzaq olmağınız məsləhət görülür. Əgər dediyim hallar sizdə davam edirsə və tövsiyə gördüyüm hallarla bərpa olunmursa, bu halda mütləq ki, həkim psixiatra müraciət etməyiniz məsləhət görülür. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.